Astara rayonunda fəaliyyət göstərən Astalan İstirahət Mərkəzində maaşların verilməməsi ilə bağlı iddialar var. Bununla bağlı işçilər bildiriblər ki, müəssisədə bəzi vətəndaşlar qeyri-rəsmi şəkildə işə cəlb edilib və onların son əmək haqları ödənilməyib. Astara rayonu Şağac kəndinin sakinləri Tamara Abbasova və Səyyara Məmmədova bildiriblər ki, sözgedən obyektdə müəyyən müddət çalışsalar da, onlarla rəsmi əmək müqaviləsi bağlanılmayıb. Zəng elədim Güzəməli. Bax, arvad xəstədir, xəstəxanaya gedir. Mənim yoldaşım da xəstədir. Yəni pulumuzu ver də, ver. Eyb yoxdur, 100 ver. 50 ver. Dedi, yuxumdur, Tamara xala. Mən indi özüm ocindən ölürəm. İş yoxdur, heç yerdə işləmirəm. Mən burada işləmirəm. Belə pul doyumdur. İndi də vəbşi... Müqavilə nə işləyirsiniz? Yox, nə müqavilə zad, heç nə yox idi orada. Belə işləyirdik. Dedim, axı biz də yazığıq da. İşdə, amma onu yarısını verin. 20 verin, 30 verin, 50 verin. Qoy biz də bilək ki, siz bizə hörmət edəcəksiniz. Biz sizə hörmət edəcəyik, siz də bizə hörmət edin. Məlumata görə 660 manat məbləğində əmək haqqı bugünədək istirahət kompleksinin keçmiş icarədarı tərəfindən onlara ödənilməyib. Obyektdən Xəzər xəbərə bildirilib ki, hər iki şikayətçinin əmək haqqı yaxın müddət ərzində tam şəkildə ödəniləcək.